Dünyanın bir çox ölkələrində artıq miqrantların öz ölkələrinə qayıtması üçün Avropa və Amerikada müxtəlif addımlar və yeni qərarlar verilir. Belə yeni addımlardan biri də İsveç hökuməti həyata keçirib. Belə ki, İsveç hökuməti miqrantların ölkədən könüllü şəkildə çıxışını təşviq eləmək üçün rekord məbləğdə pul təklif eləyir. Bu məqsədlə verilən maddi dəstəyi İsveç hökuməti nə az nə çox 3400% artırmaq qərarına gəlib. Bu barədə məlumatı İsveç radiosu yayıb. Yeni qərara əsasən vətənə dönən hər bir yetkin miqranta 350 min İsveç kronu, yəni təxminən 37 min Amerika dolları, ailəli şəxslərə isə 500 min kron, yəni təxminən 52 min Amerika dolları məbləğində qrant veriləcək. Proqramın məqsədi İsveçdə miqrasiya yükünü azaltmaq və ölkədəki sosial gərginliyi yumşaltmaqdır. Ekspertlər bu təşəbbüsün həm İsveçin getdikcə sərtləşən miqrasiya sisteminin bir göstəricisi olduğunu bildirirlər.